güləşən vaxtından belə bir fikrim var ki, idman karyeramı bitirəndən sonra şəxsi zal açım və şükürlər olsun ki, bir neçə adamın dəstəyi ilə bu zalı ərsəyə gətirdik və fəaliyyətə başlayacağıq. Buradan mənə dəstək olan rayon icra başçısı Adil müəllim Vəliyevə təşəkkürümü bildirirəm. Güləş Federasiyası başda Mikail müəllim Cabbarov olmaqla bütün işçilərinə çox sağ ol deyirəm. Hər tərəfli mənim yanımda oldular. Bu işi yekunlaşdırdıq və inşallah ki, buradan Avropa Dünya Olimpiya çempionları və medalçıları çıxacağına inanıram və bu yolda əlimdən nə gəlirsə edəcəm. Doğrudan da güzel bir addımdır. Hem Azerbaycan idmanı için hem de Azerbaycan güləşi için. Ümid edirəm ki, bundan sonra taliyə yetişən idmançılar da bu idman sevərlərdən gözləri tələbatı layiqincə yerinə yetirəcəklər. Posta gəlir, yaxşıdır, istidir, şuludur, mənim yaşlıdır. Çempion olacaksın. Teaching hareketleri takip. İcraat Sayın Başkanlığı'nın bizim zalın açılmasında destek olup talihe. Ümid ederim ki bu zaldan bundan sonra bizim güzel sporcularımız, talihe gibi, başka sporcularımız gibi, güreşçilerimiz gibi güzel sporcularımız, çempionlarımız yetişəcək. Mən çox sevinirəm və arzu edirəm ki, Güləş Federasiyası tərəfindən belə bir zalların, idman zallarının açılması doğrudan da çox müsbət qarşılayıram və inanıram ki, gələcəkdə bu cür güləş zallarının açılışlarını biz sizlərlə bir yerdə tez-tez izləyəcəyik, tez-tez şahidi olacağıq. İnşallah ki, bu zaldan Olimpiya, Dünya və Avropa çempionları çıxacaq. Mən ümid edirəm ki, böyük idmançılar buradan sonra hər birini sevinəcəklər. Keçdik, xeyirli olsun. Sevindirici haldır ki, Talib Məmmədov öz güləş məktəbini açıbdır. Çünki Talib Məmmədov doğrudan da buna layiqli bir şəxsdir və mən ümid edirəm ki, bu zaldan ən azı Talibin verdiyi nəticələri olan bir idmançılar çıxacaq. Şərli uğurlu olsun. Tək Talib yox, inşallah tanınmış bütün idmançılar belə zalı açsalar daha yaxşı olar.